إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا şerike له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Əziz və dəyərli qardaş və bacılarım, hörmətli dinləyicilər, verdiyi nemətlərə görə ona çoxlu təriflər olsun. Bizi bu günə yetişdirdiyinə görə ona çoxlu həmsəna olsun. Bugün inşallah mənhəc barəsində, sələfi mənhəci barəsində bəzi məsələlər var. Onları inşallah qeyd etmək istərdik. Əvvəla bilmək lazımdır ki, Uca Allah Subhanahu wa Taala Muhammed sallallahu aleyhi ve sellem aləmlərə rəhmət olaraq göndərmişdir. Və onunla bərabər açıq-aşkar kitab olan Quran-ı Kərimi indirib, həmçində kitaba bənzər, kitaba oxşayan sünnəni də Uca Allah Peyğəmbər sallallahu aleyhi ve sellem ilə bərabər göndərmişdir. Beləcə həm Quran, həm sünnə qiyamət günə qədər ümmət üçün yolu işıqlandıran bir çıraqdır və sünnə Qurandan ayrılmazdır və sünnə Quranın açıqlamasıdır, Quranın təfsiridir. Ona görə də Uca Allah Subhanahu wa Taala ümmətə həm Quranı, həmçinin də bir hədiyyə olaraq sünnəni onlara bəxş etmişdir. Və həmçində Allah Subhanahu wa Taala Muhammed ümmətini aleyhissalatu vesselam ən xeyirli ümmət eləyib və bu ümməti digər ümmətlər arasından seçib və bu ümməti ədalətli, orta yolu tutan bir ümmət eləyib. Necə ki, bu barədə Uca Allah Subhanahu wa Taala buyurur ki, وَكَذَلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا. Biz sizləri orta bir ümmət, ədalətli ümmət elədik. Yəni Muhammed sallallahu aleyhi ve sellem ümmətini. Və həqiqətən də bu ümmət nə ifrata, nə də təfritə varan, heç bir məsələ həddi aşmayan və səhlənkarlığa yol verməyən bir ümmətdir. Orta yolu tutan bir ümmətdir Muhammed aleyhissalatu vesselam ümməti və ona görə də həqiqətən də İnsan əgər bu dünyada xeyrə, bərəkətə nail olmaq istəyirsə, Quran və sünnəyə doğru şəkildə, dürüst şəkildə sarılacaq. Çünki həqiqətən də biz əgər Quran və sünnəyə doğru və dürüst şəkildə sarılsaq, görərik ki, Quran və sünnə bizləri insanlarla, məxluqla ədalətli olmağa əmr eləyir. Və həmçində sahabələr, Allah onlardan razı olsun, onlar da Peyğəmbər sallallahu aleyhi ve sellemdən orta yolu öyrənmişdilər. Orta yolu tutmaq ondan öyrənmişlər və bunu Peyğəmbər sallallahu aleyhi ve sellem götürmüşlər və onların, beləcə sahabələrin qəlbi Peyğəmbər sallallahu aleyhi ve sellemlə götürdüyü elmi ilə doldu və bunu əməl elədilər və beləcə xeyir üzə çıxdı və yer üzərinə yayıldı və insanlar dəstə-dəstə Allahın dininə daxil oldular və beləcə onlar Allah Subhanahu wa Taala'nın yolunda sabit qədəm oldular. Lakin zaman uzandıqca ixtilaflar baş verdi, zəlalətə düşənlər oldu, firqələr çıxdı, fitnələr baş verdi və şər işləri yayıldı. Amma zülmət nə qədər qatlaşsa da, şər nə qədər çoxalsa da bilmək lazımdır ki, bu ümmətin ədalətli mövqeyindən yapışan bir toplum həmişə olacaq və onlar Allahın əmri gələnə qədər sönməyən bir çıraq kimidir. Onlar firqən nəciyə, xilas olan firqə, taifətül mənsura, Allahın yardım elədiyi dəstələr və bu sələfilikdir və sələfi mənhəcidir, sələfin etiqadıdır. Onlar Allahın əmri gələnə qədər sönməyən bir çıraq kimi olacaqlar və insanları doğru və düzgün, səhih etiqada, səhih mənhəcə çağıracaqlar. Və onlar həmən bu firqən nəciyə, nicat tapmış firqənin sahibləri, taifətül mənsura, Allahın yardım elədiyi bu dəstə, ümumiyyətlə sələflik, Allah Subhanahu wa Taala'nın Peyğəmbəri sallallahu aleyhi ve sellem göndəriliyi vaxtdan bəri onlar haqqı qoruyub saxlayırlar. Çünki haqq heç vaxt yer üzündən itə bilməz. Haqqın hər zaman yer üzərində bir daşıyıcısı olacaq və heç vaxt elə olmayacaq ki, haqq tamamilə yox olub getsin və yaxud da itib batsın. Xilas olmuş firqə, yardım olunmuş dəstə, bunlar sələf-i salihin davamçılardır. Onlar haqqı Rasulullah sallallahu aleyhi ve sellemə qədər işıqlı bir silsilə ilə götürürlər və lakin bugün özünü İslam'a nisbət eləyib, lakin sələf-i salihin mənhəzindən uzaq olan hər kəsin isnadı Peyğəmbər sallallahu aleyhi ve sellemə qədər gedib çatmır və ya kəsilir. Çünki onların hamısı sonradan ortaya çıxıblar. Amma sələfin yolunda olanlar isə, onların isnadı isə Rasulullaha sallallahu aleyhi ve sellemə qədər gedib uzanır. Və sələfinin də yer üzərində olması, mövcud olması qaçılmaz və zəruri bir işdir. Bu labüddür. Və bu Allahın dininin qorunmasındandır. Onların varlığı yer əhli üçün bir nemətdir. Allah kimisə milyonlar içərisindən, arasından
seçib bu mənhəcin əhli eləyibsə, sələfi eləyibsə, o insan bilməlidir ki, həqiqətən ona böyük bir nemət verilib. Çünki azanlar çoxdur, bidətçilər çoxdur və bidət əhli çoxdur. Amma Allah Subhanahu wa Taala bir insanı bu mənhəcin sahibi eləyibsə, bilməlidir ki, o böyük bir nemətin içərisindədir və həmçinin də bu neməti iki yöndən dərk eləməlidir. Birincisi, sələfliyi qoruyub saxlayacaq, sələfliyin güclü qalmasına çalışacaq. Və ikincisi isə bu sələfi mənhəcinə və bu düz yola uyğun şəkildə dəvət eləməklə məşğul olacaq. Və bu dəvət insanların xilasına görənməlidir. Ona görə sələflik insanların xilası üçündür, insanların qurtuluşu üçündür. İnsanlar xilas olacaq əsri küfürdən, qeyri-müsəlmanın İslam'a daxil edilməsi üzərində sələfi çalışacaq. Və çalışacaq böyük şirkə bulaşmış, elmsiz, avam, bilməyən müsəlmanları bu sirkabdan qurtarmaqdan və həmçinin də sələfi çalışacaq insanları həmçinin də balaca şirkdən çəkindirməkdən. Çünki balaca şirk böyük şirkdən sonra ən çirkli əməllərdəndir. Və həmçində onun üzərinə düşən vəzifə o olacaq ki, insanları bidətlərdən xilas edəcək və onları bidətçilərdən çəkindirəcək. Çünki bidətlər şirk növlərindən sonra ən pis günahlardandır. Və bundan sonra isə insanları günahlardan xilas eləmək və onları xeyir işlərə dəvət eləməklə məşğul olacaq. Deməli, Allahın sələflik nemətini bəxş elədiyi kəs üzərinə düşən vəzifəni bu iki cəhətdən yerinə yetirəcək. Bir, sələfliyi qoruyub saxlayacaq, onu güclü olmasına çalışacaq və ikincisi isə sələfiyə dəvət eləyəcək və qeyd etdi ki, dəvət forması da hansı şəkildə olmalıdır. Və ona görə də sələflik dedik ki, yer üzərində Uca Allah Subhanahu wa Taala'nın bəndələrinə lütfüdür və onlara olan bir hədiyyəsidir. Ona görə də Allah həmd olsun, bugün əksər insanların çoxu sələfiyə daxil olmasalar da, lakin sələfliyi sevirlər və onlara rəğbətləri var və həmçinin də və onlar görürlər ki, həqiqətən də əsl İslam, doğru və düzgün İslam sələflikdədir və biz bunun şahidi oluruq. Hətta bəzi insanlar bunu öz dillərinə belə gətirirlər ki, əsl həqiqi İslam sələflikdədir, doğru və düzgün İslam oradadır. Və Allah həmd olsun, Allahın lütfü ilə bu dəvət mövcuddur və güclüdür. Lakin bəzi qardaşlarımız arasında bir növ bu mənhəcə çağırmaqda tənbəllik görürük və həmçinin bəzilərində görürsən ki, təfsirlər var, yozumlar var ki, hansı ki, bu təfsirlər, bu yozumlar sələfi tərəfi zəiflədir, onun dəvətini zəif salır. Onlardan biri odur ki, onlar deyirlər ki, bidət əhli ilə ünsiyyət qurmaq və onlarla əməkdaşlıq eləmək və bəzi qardaşlarımız bunu belə yozurlar ki, güya biz bidət əhli ilə ümumi faydalarda xeyirli gördüyümüz məsələlərdə əməkdaşlıq eləyirik, digər məsələlərdə isə onlardan uzaq qalırıq. Və əlbəttə ki, belə düşüncədə olmaq, belə fikirdə olmaq sələfliyə zidd olmaqla yanaşı iki qaçılmaz nəticəni və həmçinin xəstəliyi ortaya qoyur. Birincisi odur ki, bunu deyən insan onun qəlbi sələfi qardaşlarına uzaqlaşacaq və bu yolda, bu fikirdə, bu düşüncədə olan insan mütləq şəkildə nə vaxtsa sələfi qardaşlarına uzaq düşəcək. İkincisi isə bidət əhlinə qarşı meyl edəcək, onları sevəcək, bidətlərə meyl edəcək və elə düşünəcək ki, onlarda müəyyən faydalar var və ümmət üçün onlarda xeyir var və beləcə onlara qarşı o sevgisi, məhəbbəti oyanmış olacaq. Təbii ki, belə təfsirlərə və oxşar anlayışları ortaya atan qardaşlarımız əslində sələf mənhəzini istəyirlər və onunla gedirlər. Lakin bir sarsıntı baş verib, bu isə təbii ki, belə bir fikirdə olmaq, bidət əhlinə, onlarla ünsiyyət qurmaq, onlarla müamilədə olmaq, təbii ki, yəni bunlar hamısı sələfliyə bir təhlükədir və ona görə də belə olduğu halda əlbəttə ki, mənhəc təliminə, mənhəc xatırlatmasına bir ehtiyac var. Ona görə də məsələ mühümdür və təbii ki, bu qeyd elədiklərim Şeyx Süleyman Ruheyli Həfizahullahın
keçdiyi bir dövrədir. Dirasatun fil mənhəc, mənhəc araşdırmaları barəsində olan geniş bir dövrəsidir və biz də inşallah çalışacağıq ki, o dövrədən bəzi faydaları, yəni zaman keçdikcə sizlərlə bölüşək. Qeyd elədik ki, bu elm mənhəc elmi mütləq öyrənilməlidir. Həmçinin bu elm öyrənilməklə yanaşı insanlar da öyrədilməlidir. Və başqalarına xatırladılmalıdır ki, hətta onlar sələf-i salih mənhəcindən agah olsunlar. Və ümumiyyətlə, elm məclisləri, zikr məclisləri uğurun ümumi səbəblərindəndir. Bu məclislərdə uğurun 4 ümumi səbəbi var. Necə ki, Allah subhanahu wa ta'ala buyurur ki, وَالْعَصْرِ إِنَّ الْإِنسَانَ لَفِي خُسُرٍ. Andolsun əsr çağına həqiqətən də insan ziyan içindədir. İllellezine amanu və amilus salihat və təvasav bil haqq və təvasav bis sabr. Yalnız onlardan başqa ki, onlar iman gətirib, salih əməl işləyiblər və həmçinin bir-birlərinə haqqı və səbirli olmağı tövsiyə edirlər. Və elm məclislərində də o məclislərdə iştirak edən insan bilməlidir ki, bu məclislərdə Əsr surəsində qeyd olunan bu 4 şey hamısı var. Birincisi, iman var bu məclislərdə. Çünki Əhlüsünnənin sələfin etiqadına görə iman itaətlə artır və bu məclislər də əlbəttə ki, itaətin növlərindən biridir. Və Allaha yaxınlaşmaq üçün bu məclislər ən böyük səbəblərdən biridir. Və bu məclislərdə Allah insanlara tanıdılır, onun ad və sifətlər həqiqi şəkildə sələf-i salihin məclislərində həqiqi şəkildə Allah subhanahu wa ta'ala insanlara tanıtdırılır. Və həmçə Peyğəmbər sallallahu aleyhi ve sellem həqiqi şəkildə insanlara tanıtdırılır. İslam, səhih İslam, doğru və düzgün İslam insanlara öyrədilir. Və bu məclislər dedik ki, birincisi bu məclislərdə elm var və ikincisi isə bu məclislərdə salih əməllər var və salih əməllərdən də elmdir və alimlər qeyd edirlər ki, nafilələrin başında duran, ən yuxarısında duran elmdir. Elmdən o tərəfəsi yoxdur. Çünki elm həqiqətən insanı zülmətdən nura çıxardır. Elm, həqiqi elm insana Allahı öyrədir, Allahı tanıtdırır, Allahın adı və sifətlərini öyrədir. Və həmçinin bu məclislərdə üçüncüsü haqqı tövsiyə var. Yəni bu məclis, elm məclisləri, zikr məclisləri haqqı tövsiyə üçün qurulur və o məclisdə oturanlar, o elmi tədris edən insan qarşısındaşlara haqqı çatdırır, haqqı onlara bəyan edir. Və dördüncüsü isə burada həmçinin səbir var. O məclisdə oturanlar, o məclisdə iştirak edənlər bir-birlərinə səbirli olmağı tövsiyə edirlər. Xüsusən də sələf-i salih mənhəci üzərində insanlarla olan rəftarda, müamilədə, davranışlarda bir-birlərinə səbirli olmağı tövsiyə edirlər. Və həqiqətən də sələfinin bugün əlbəttə ki, səbrə böyük ehtiyacı var. Çünki bütün oxlar, bütün tuşlar hamısı sələfiliyə istiqamətlənib. Və necə ki, ayaqda olan dəvəni onu kəsmək istədikləri zaman insanlar onu yıxmaq istəyirlərsə və sələfliyi də beləcə yıxmaq istəyirlər. Ona görə bu mənhəc üzərində olan insan səbirli olacaq və həmçinin də qardaş və bacılarına səbirli olmağı tövsiyə edəcək. Və həmçinin də bu mənhəcə çağıran insan Peyğəmbər sallallahu aleyhi ve sellem tövsiyələrini yerinə yetirəcək. Necə ki, Allah Resulü sallallahu aleyhi ve sellem Muaz ibn Cəbəl və həmçinin də Əbu Musa əl-Əşəri, Allah hamısından razı olsun, onları Yəmənə başçı olaraq, Quran və sünnə dəvətçisi olaraq onları oraya göndərəndə onlara tövsiyə edirdi ki, asanlaşdırın, çətinləşdirməyin, müjdəliyin, nifrət elətdirməyin və həmçinin də bir-birinizə itaət eləyin, amma ixtilaf eləməyin. Və ona görə də sələfi olan insan Peyğəmbər sallallahu aleyhi ve sellem bu tövsiyəsini həmişə öz üzərinə daşıyacaq. Birincisi, dəvət məqamında asanlaşdıracaq, çətinləşdirməyəcək. Təbii ki, asanlaşdırmaq şəriətin əmr elədiyi çərçivədə olacaq. Amma bugün insan gəlsin, desin ki, gəlin bidətləri dairəyə salaq, bidətçiləri dairəyə salaq və yaxud haram şeyləri dairəyə salaq, xeyr. Yəni, şəriətin asanlığı, yəni əmr elədiyi forma, çərçivə onun qəbul edildiyi çərçivədə olacaq. Quran və sünnə sələfin fəhmi ilə olacaq. Ona görə də insanlara bəli asanlaşdırmaq lazımdır, çətinləşdirmək olmaz. Ona görə də Allah Resulü sallallahu aleyhi ve sellem onun həyatına baxsaq və uca Allahın Quran-ı Kərimdəki ayələrinə baxsaq, din asanlıq dinidir. Necə ki, uca Allah buyurur ki, yuridullahu bikumul yusra və la yuridu bikumul usr.
Uca Allah asanlıq istəyir, çətinlik istəmir. Bu ayəni bilən insan ola bilərmi ki, o dində bir çətinlik tapsın? Əsla mümkün deyil. Çünki din asanlıq dinidir. Allah əgər buyurubsa ki, asanlıqdır, deməli din asandır, dində çətinlik yoxdur. Lakin insanlar özlərinə çətinləşdiriblər. Bidətlərlə, xurafatlarla, dinə aid olmayan şeylərlə və beləcə görürsən ki, bəziləri bunu özünə bir bəhanə götürərək dindən uzaqlaşıblar. Əksinə, əlhamdülillah, din asandır. Lakin dini tələb edildiyi şəkildə yaşamağı lazımdır. Allahın istədiyi kimi, Allahın muradına uyğun olaraq yaşamağı lazımdır. 7 qat səmadan din necə nazil olubsa, Uca Allah Subhanahu və Teala tərəfindən o şəkildə dini yaşamaq lazımdır. Və əgər insan dini həqiqi şəkildə yaşasa, bəli, din doğrudan da asanlıq dinidir, çətinlik dini deyil. Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərində buyurur ki, dini yusur, din asanlıq dinidir. Kim əgər dində xırdaçılığa gedərsə və dinə qalib gəlmək istəsə, din ona qalib gələr, din onu məğlub eləyər. Və həqiqətən də belədir. Yəni insan nə qədər asanlıqdan yapışsa, şəriətin əmr etdiyi çərçivədə bəli, bir o qədər elhamdülillah rahat olar. Və elhamdülillah şəriətdə asanlıq var, şəriətdə çətinlik yoxdur. Və ona görə də din, Allah'a həmd olsun, əgər insan ayaq üstə namaz qıla bilmirsə, oturan yerdə qılır. Oturan yerdə qıla bilmirsə, uzanan yerdə qılır. Ona görə bunlar hamısı dinin asan olmasının sübutlarındandır. Və ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm iki şey arasında ona seçim verildikdə mütləq onlardan ən asanını seçərdi. Məxluqata qarşı, öz sahabələrinə qarşı, sual verənə qarşı ən asan olanını seçərdi. Və Peyğəmbər sallallahu əleyhi və səlləm metodu idi. Ona görə də bugün misal olaraq deyə bilərik ki, əgər tutaq ki, insanlar uzun qılınan namazlara tab gətirə bilmirlərsə, bəzən bu təravih namazlarında olur. Elhamdülillah, din asanlıq dinidir. İnsan namazı qısalda bilər. 2 səhifə edirsə, onu 1 səhifə kifayətləyə bilər. Çünki arxada yaşlılar ola bilər, xəstələr ola bilər, qadınlar ola bilər. Ola bilsin ki, onların taqəti çatmaz buna. Və ona görə də elhamdülillah, din asanlıq dinidir və yüngülləşdirməklə insanların üzərindən bu çətinliyi aradan qaldırmaq olar. Və din asanlıq dinidir. Əlbəttə, bəli, insan xəstə olarsa və ya səfərdə olarsa, insan belə bir halda səfərdə olduğu zaman namazlarını qısalda bilər və xəstə olduğu zaman oruc dursa orucunu tutmaya bilər. Bunlar hamısı dinin asan olmasının sübutlarındandır və həmçində din müjdələmək dinidir. İnsanları nədənsə iyrəndirmir, insanı nədənsə qaçırtmır və insan da müjdələyəcək, amma yenə də şəriətə zidd olmayan şəkildə insanları müjdələyəcək. Və bu mütləqdir. Ona görə də müjdələmək insanların belə istəyirlər deyənə, gəlin onlara filan şeylər onlara müjdələyək, gəlin insanlara tövhidi çatdırmayaq, çünki onlar tövhiddən iyrənirlər. Gəlin onlara mənhəci çatdırmayaq, çünki onlar mənhəcdən iyrənirlər. Xeyr, yəni insan əqidəni də, mənhəci də, doğru düzgün əqidəni, doğru düzgün mənhəci insanlara bəyan edəcək və bundan heç də narahat olmayacaq. Çünki insan Allahın rizasını qazanmağa çalışmalıdır. Əgər Allah qorusun, insanların razılığını qazanıb, Allahın qəzəbini əldə eləyərsə, Allahın nifrətini əldə eləyərsə, Uca Allah Subhanahu və Teala insanları bir gün ondan qəzəbli salar. Sabah, birisi gün, bir neçə vaxtdan sonra insanlar onun üzərinə qəzəblənərlər. Amma insan Allahı razı salıb, insanların qəzəbinə baxmasa, nifrətinə baxmasa, insanlar bugün ona nifrət eləsələr də, bugün ona qəzəblənsələr də, lakin bir neçə vaxtdan sonra Uca Allah Subhanahu və Teala insanlar ondan razı salacaq. Hətta yenə insanlar ondan razı qalmasalar da belə, təbii ki, sonda belə olur, razı qalırlar. Amma qalmasalar da belə, əsas Allahın rizasıdır. Əsas əbədi olan yer üçün hazırlıq görməkdir, cənnət üçün hazırlıq görməkdir. Əsas budur. Və ona görə də sələfi insanlara müjdələyəcək. Təbii ki, Allahın və Rəsulunun əmr edildiyi şəkildə, amma müxalif şeylərlə yox. Gəlin insanların bu şeylərdən xoşu gəlir, hansı ki, o şeylər şəriətə müxalifdir, bidətlərdən xoşu gəlir, gəlin müəyyən bidətləri insanlara çatdıraq və s. Belə xeyr, bunlar hamısı şəriətin qadağan etdiyi şeylərdir. İnsan, Allah qorusun, məxluqatın razılığını qazanıb Allahın qəzəbinə gəlməli deyil və bu təhlükəlidir. Ona görə də bidətçilərin hətta belə bir qaydaları var ki, yəni insanlara xoşlamadıqları heç bir şeylə onlara danışılmasın. Çünki onlar üçün həqiqət deyil, yəni Allahın rizası, əsas dinin ayaq üstə qalması deyil.
həqiqi İslamın insanlara çatdırılması deyil. Əsas onlarda insanların istəkləridir, insanların yəni istədikləridir. Və hədisin sonuncu hissəsində isə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, bir-birinizə itaət edin, amma ixtilaf eləməyin. Ona görə də ixtilaf əlbəttə ki, şərdir. Ona görə biz ixtilafdan qorunmağa çalışmalıyıq. Və ixtilafdan qurtulmağın yollarından biri də məşvərətlə olur, ortaq bir mövqeyə gəlməklə olur. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurması ki, bir-birinizə itaət edin. Birinci məsələ haqq məsələsində insanlar bir-birinə itaət edəcəklər. Bir-birlərindən razılaşacaqlar. Amma gəl batillə razılaşaq, bidət əhli ilə razılaşaq, xeyr, belə bir şey yoxdur. Yəni çünki bunlar hamısı İslamı ləkələyən, İslamı dağıdan, İslamı silkələyən firqələrdir, tayfalardır. Ona görə əgər İslamın həqiqi şəkildə ayaq üstə qalmasını istəyiriksə, sələfiliyə sarılacaq və bundan möhkəm yapışacaq və yalnız haqq üzərinə razılaşacaq. Və ona görə beləcə Allahın dini möhkəm və ayaq üstə qala bilər. Və itaət olunması şeylər, ikinci məsələ daha xeyirli olanı seçmək. Yəni əgər məsələ haqq və batil ayrımı deyilsə, sadəcə iki seçim varsa, biri yaxşı və digəri daha yaxşıdırsa, o zaman bizə daha faydalı olanını götürürük. Yəni buna misal olaraq Peyğəmbər sallallahu əleyhi və səlləmin Kəbəni iki qapılı eləməməsi, öz halında tərk eləməsi və Allah Rasulullah sallallahu əleyhi və səlləm daha yaxşını elədi. Kəbəni bir qapılı olaraq tərk elədi. Çünki əgər Kəbəni iki qapılı etsəydi, hansı ki bir qapıdan girib o birisi qapıdan insanlar çıxacaqdılar və Peyğəmbər sallallahu əleyhi və səlləm düşünürdü ki, insanlar İslam'a yeni daxil olublar və birdən bunu görüb İslamdan uzaqlaşa bilərlər. Ona görə də Allah Rasulullah sallallahu əleyhi və səlləm daha yaxşını seçdi. Kəbənin bir qapılı qalmasını seçdi və Kəbə ta bu günə qədər bir qapılı olaraq qalmışdır. Deməli, əziz müsəlmanlar, istər dəvət işinə məşğul olanlar olsun, istər idarəçilik eləyənlər olsun, istərsə də müsəlmanların işini boyuna götürən hər kəs, onların arasında bir-birlərinə itayət və o haqq üzərinə razılaşma, bu prinsip mütləq olmalı ki, hətta cərgələr parçalanmasın. Və həmçinin Allahın yoluna çağıran bir insan da insanlar arasında qəlb yaxınlığı yaratmaq üçün öz haqqından güzəşt eləməlidir. Təbii ki, Allahın haqqından yox. Yəni bu insan bu dəvətçi malından, vaxtından, gücündən və bəzi şeylərdən güzəşt eləyə bilər ki, hətta insanların qəlbləri İslamı isinsinlər və İslama insanlar daxil olsunlar. Və bu elə sələfi mənhəcindəndir. Və biz elə İslamın ilk çağlarına baxsaq, ta o zamanlara baxsaq, insanların könlünü qazanmaq üçün onlar öz şəxsi imkanlarından keçirdilər. Amma təbii ki, Allahın dinindən heç vaxt güzəştə getmirdilər. Və ona görə Allah həmd olsun, biz bugün sələfliyi, sələfləri, cəmiyyətin, toplumun yanında olduğunu görürük. Onların dərdlərində də şərikdirlər, yaxşı vaxtlarında da yanındadılar. Allah həmd olsun ki, biz bunun öz ölkəmizdə də şahid olmuşuq. İstər 44 günlük müharibə zamanı olsun, yəni verilən dəstəklər, Allah həmd olsun, verilən moizələr, dərslər, bunlar hamısı onu göstərir ki, sələflər həmişə cəmaatın, cəmiyyətin yanında olublar, onlarla bərabər olublar. İstər onların çətin vaxtlarında, istərsə də xoş və güzəranlı vaxtlarında. Və həmçində, əlhamdülillah, qardaş Türkiyədə baş verən zəlzələ zamanı da cəmiyyətimiz, insanlarımız, toplum yardım göstərdilər, qardaş ölkəyə və bunda yardım elədilər. Və həmçində bir vaxtlar bilirik ki, ölkədə pandemiyaya görə bəzi insanlar işləyə bilmirdilər və işə gedə bilmirdilər müəyyən səbəblərə görə. Bu məsələdə də Allah həmd olsun ki, bizim sələfə qardaş abazlarımız insanları öz əllərini tutdular, onları öz dəstəklərini və yardımlarını əsirgəmədilər və beləcə insanların yanında durdular. Və bu Allah həmd olsun sələfliyin tələb elədiyidir və əsl İslamın tələb elədiyidir. Uca Allah Subhanahu wa Taala bizləri eşidib yaxşısına tabe olanlardan eləsin. Uca Allah bizləri sələf-i salihin mənhəcindən ayırmasın və bizləri bu yol üzərində sabit eləsin. Subhanakallahumma hamdika, əşhədu en la ilahe illa ent, əstəğfiruke və etûbü ileyk.